Deməli, üçüncü sualda bizə nə deyir? Deyir ki, cəfakeşlik səs tərkibi ilə bağlı klasseri hansı fikirlərlə tamamlamaq olar? Cəfakeşlik, yazılışı və deyilişi arasında iki fərqli məqam var. Ümumiyyətlə, sözü fonetik təhlil edən zaman həmin sözü mütləqdir ki, tələffüzün yazaq. Yazaq tələffüzün. Cəfakeşlik. Cəfakeşdi. Sonunda da i. Deməli, A uzun tələffüz olundu. L, D-yə çevrildi. Q da i hissəsinə, x üstü iştirğa çevrildi. Yazışı ilə deyilişi arasında iki fərqli məqam var. Birincisi L, D-yə çevrilib bir fərqli məqam. Q, i hissəsinə çevrilib. Bu da iki fərqli məqam. Deməli, doğru deyir. Yazışı ilə deyilişi arasında iki fərqli məqam var. Deməli, buradakı fikir, klasserdə hər zaman klasserdə verilən fikir doğrudursa, deməli, mən variantlarda da doğru olanı tapacam. Yanlış olsaydı, variantlarda da yanlış olanı tapacaqdım. Baxıram, görürəm ki, burada cəfakeşlik sözündə yazış ilə deyilişi arasında iki fərqli məqam var. Həqiqətən elədir. Cəfakeşlik sözündə L, D-yə çevrilib bir fərqli məqam. Q da x üstü iştirak hissəsinə çevrilib iki fərqli məqam. Deməli, bu doğrudur. Deməli, biz də variantlarda doğru olanı tapacaq. 2 açıq, 2 qapalı sahit işlənir. Uşaqlar, hər zaman fonetik təhlildə sizə bir şey deyirdim. Fonetikada testləri tapanda səsləri, sahitləri və samitləri taparkən sözün tələffüzünə baxmalıyıq. Amma fonetikada biz hərfləri tapanda, vurğunu tapanda, sonra ahəng qanununu tapanda, hecanı tapanda həmin sözün yazışına baxmalıyıq. İndi deyir, 2 açıq, 2 qapalı sahit işlənir. Nə dedik? Səsləri, sahitləri və samitləri tapanda sözün tələffüzünə baxırıq. Deməli, cəfakeşlik sözünün tələffüzünə baxacağım. Görürəm ki, tələffüzündə 2 dənə açıq sahit işlənib. Ə-lə A və E. 3 açıq sahit işlənib. 2 açıq sahit işlənməyib. Ona görə bir yanlış fikirdir. Axı, biz bura doğru fikirlər tapmalıydıq. Uzun səs var. Bəli, cəfakeşdə A sahiti uzanır. Bu doğru fikirdir. 2-ni götürəcək. 1 olanlar yanlışdır. 2 olanları götürəcək. Artıq cavabımız gəldi. Qarşılığı olmayan samit işlənib. Dedik axı, səslər, sahitlər, samitlər tapanda sözün tələffüzünə baxırıq. Və tələffüzə baxıram və görürəm ki, tələffüzdə qarşılığı olmayan samit işlənib, işlənməyib. Çünki C-nın da qarşılığı var. F-nın da qarşılığı var. Q-nın da, Ş-nın da, D-nın da, i hissəsində hamısının qarşılığı var. C-nın qarşılığı C-dır, F-nın V-dır, Q-nın G-dır, Ş-nın J-dır, D-nın T-dır, i hissəsinin də y səsidir qarşılığı. Deməli, qarşılığı olmayan samit işlənmişdir, fikri yanlışdır, 3-ü götürməyəcəm ona görə. 4-ə varıq. Sözdə T səsinin qarşılığı işlənib. T-nın qarşılığı nədir? D-dir də. Sözdə D işlənib, bu da. Cəfakeşlik sözündə D işlənib. Deməli, 2-4 cavabımız C variantı. Uşaqlar, kim ki düz vurub əl işarəsini vursun? 2, 3, 4. Aha, biraz diqqətli olun uşaqlar. Biraz diqqətli olun. Əl işarəsini indi mən saldım. Aha. Baxırıq növbəti testdə. 4-cü test. 2 dəqiqə vaxt verirəm. Buyurun uşaqlar. 56-da yoxlayacağım. Yoxlamaya başlayacağım.
Bitirəndə əl işarəsini vursun uşaqlar. Bitirən kimi ümumiyyətlə əl işarəsini vurun hər zaman. Əlli yeddidə yoxlayacam. Başlayaq. Antonim cütlüyü müəyyən edək. Antonimlər nə idi? Əks mənalı sözlər. Əks mənalı sözlər idi. Yəni, mənaca bir-birinin əksi olan sözlər. Qara, onun mənaca əksi bəyazdır. Bu doğrudur. Elə cavabımız A bəndidir. Bəyaz nə deməkdir? Bəyaz ağ deməkdir. Yəni, qara sözünün əksi ağdır. Cavabımız A bəndidir. Toy bayram bir-birinin əksi deyil. Ona görə B olmaz. Ağılla güc də bir-birinin əksi deyil. C də olmaz. Getməklə yüyürmək də bir-birinin əksi deyil. Yüyürmək də elə getmək mənasındadır. Ona görə D də olmaz. Sevimli ilə dərdli bir-birinin əksi deyil. Sevimli istəkli deməkdir, əziz deməkdir, sevgili mənasındadır sevimli. Onun əksi dərdli ola bilməz. Ona görə E-də deyil, cavabımız A variantı. İndi uşaqlar, kimlər düz yazmışsa əl işarəsini vursun. 3, 4 4 nəfər. O birisilər uşaqlar düzgün yaza bilmir, yoxsa əl işarəsini vura bilmir. 4 nəfər düz yazıb. Bəs yaxşı, onda belə deyim. Səhv yazanlar əl işarəsini vursun. İndi bilinəcək. Yenə 2 nəfər. 3 nəfər. Yaxşı. Hamı uşaqlar yenə də deyirəm, kimlər əl işarəsi budur. Bax, burada barmaq işarəsi var. 5 dənə əl belə işarə göstərib, onun üstünə vuranda əl işarəsi vurmuş olduq. Növbəti testimizə baxırıq. 5-ci test 2 dəqiqədən sonra yoxlayacam. 58, 59, 20:02-də yoxlayacam. Buyurun. 5-ci testi yox. 5-i yazmayın uşaqlar. 5-i yox. 6-nı yazın. Buyurun.
İndi başlayıram. 6-cı sualı izah edirəm uşaqlar. Diqqətiniz burada olsun. Sadə sözü müəyyən edin. Deməli, qaralmaq sözü, dairəvi sözü, saralmaq sözü, basəfa sözü və vurğu sözü. İndi sadə sözlər nədən ibarət olurdu? Deyirik ya kökdən ibarət olur, ya da kök və qrammatik şəkilçidən ibarət olur. Düzəltmə sözləri isə kök və leksik şəkilçidən ibarət olurdu. İndi biz də demişdik ki, feillərdə leksik qrammatik tapmaq üçün mamə inkar şəkilçisi artırmaq lazımdır. Mamədən əvvəl gələn leksik, sonra gələn qrammatik. Amma adlarda leksik qrammatik tapmaq üçün larlar cəm şəkilçisi artırırdıq. Larlərdən əvvəl gələn leksik, sonra gələn qrammatik. İndi baxırıq, qaralmaq nə etmək? Feildir. Feillərdə leksik qrammatik tapmaq üçün nə ayırıq? Mamə artırırıq. Qaralmaq, qaralmamaq. Sözün kökü nədir? Sözün kökü qaradır. Mamədən əvvəl nə gəldi? L gəldi. L leksikdir. Artıq sözdə leksik varsa, deməli bu düzəltmədir. A olmaz. Dairəvi necə? İndi dairəvi addır. Adlarda leksik qrammatik tapmaq üçün nə edirdik? Larlar artırırdıq. Dairəvilər. Baxdım, gördüm. Sözün kökü dairədir. Larlərdən əvvəl V gəldi. V leksikdir. Burada da leksik olduğuna görə B də olmaz. D bəndinə baxırıq. Basəfa, basəfa addır da. Larlar artıracam leksik qrammatik tapmaq üçün. Basəfalar. Sözün kökü səfadır. Ba da ön şəkilçi olduğuna görə demişdik ki, bütün ön şəkilçilər leksikdir. Leksikdirsə ba, deməli bu da düzəltmədir. D də olmaz. Vurğu. Nə? Larlar artırıq leksik qrammatik tapmaq üçün. Çünki yenə dedirəm, adlarda leksik qrammatik tapmaq üçün larlar artırmaq lazımdır. Vurğular. Sözün kökü vur. Larlərdən əvvəl qu gəldi. Qu da leksik. Deməli bu da düzəltmədir. Leksik şəkilçi varsa. Saralmaq sözü. Nə etmək? Saralmaq. Mamə artırıram. Saralmamaq. Deməli sözün kökü nədir? Deyə bilərəm sözün kökü sardır. Xeyr, dilimizdə sar deyilən bir söz yoxdur. Deyə bilərəm saradır. Xeyr, çünki saralmağın sarı ilə qətiyyən əlaqəsi yoxdur. Nədənsə nəyin yaranması üçün arasında əlaqə olmalıdır axı. Deməli onda sözün kökü saraldır. Maqmaq şəkilçisi də mamədən sonra gəldiyinə görə qrammatikdir. Yəni saralmaq sözü kök və qrammatikdən ibarət olduğuna görə kök və qrammatikdən ibarət olanlar da nə idi? Sadə. Deməli saralmaq sözü sadə sözdür. Cavabımız C bəndi. İndi uşaqlar, kimlər düz vurmuşsa əl işarəsini vursun. Aha. O dediyim formada tapırıq uşaqlar. Dediyim formada hamısını tapacaq. Sonra uşaqlar 7-ci suala baxaq. Hansı feilin inkarı A-sı əsi ilə düzəlir? Buyurun, 2 dəqiqədən sonra başlayacağım yoxlamağa.
Hə, indi uşaqlar başlayıram yoxlamağa. Hansı feilin inkarı deyil sözü ilə düzəlir? Biz feilləri keçəndə dedik ki, feilin lazım şəklinin inkarı, bir də vacib şəklinin inkarı deyil sözü ilə düzələ bilir. Vacib şəkli malı məli şəkilçisi ilə yaranırdı. Lazım şəkildə asəsi şəkilçisi ilə yaranırdı. Yəni, malı məli və asəsi şəkilçisi ilə düzələn feillərin inkarı deyilinə yaranır. Məsələn, gəlməli deyil, yaxud da gələsi deyil. İndi baxıram, görürəm, asəsi harada var? Güllü sözündə yoxdur, tapşırın sözündə yoxdur, dönsələr sözündə yoxdur, döyənində yoxdur, deyəsi. Burada as şəkilçisi var, deməli, lazım şəkildir və lazım şəklinin inkarı deyil sözü ilə düzəlir. Cavabımız D variantı. Kimlər düz vurub səl işarəsini vursun uşaqlar? Təzdən vursun. Kimlər düz vurub səl işarəsini vursun? 4 nəfər düz vurub. 1 Aha. Sonra gəldik. Deməli, 8-ci suala. 8-ci sualda uşaqlar yazmısınız. Mən izah eləyirəm sizə bəzi qaydanı. Yadda saxlayın uşaqlar. Qayda izah eləyirəm. Diqqətiniz burada olsun. Əvəzliklə bağlı olan qaydadır. Vergülün qoyulması məqamları. Deməli, uşaqlar, gördünüz ki, o və bu əvəzliyi cümlədə hansı sualına cavab versə, bilin ki, o bu əvəzliyindən sonra vergül işlənməz. Məsələn, deyirəm, o adam. Sonra deyirəm, bu iş. İndi baxın, o adam hansı adam? O hansı sualına cavab verdi? Bu iş hansı iş? Bu hansı sualına cavab verdi? Gördünüz ki, o bu əvəzliyi cümlədə hansı sualına cavab verirsə, bilin ki, o budan sonra vergül işlənməz, olmaz. Bu bir. Eyni zamanda kim, nə sualına cavab verən o bu əvəzliyindən sonra əvəzlik, feil və köməkçi nitq hissələri gəlsə, yenə də vergül işlənməz. Məsələn, o məni çağırdı. Nə etdi? Çağırdı. Kim çağırdı? O. O kim sualına cavab verdi və kim sualına cavab verən o'dan sonra mən əvəzliyi gəldiyinə görə kim sualına cavab verən o'dan sonra vergül işlənməz heç vaxt. Eyni zamanda bu sənə dedi. Kim? Bu. Kim sualına cavab verən budan sonra sən əvəzliyi gəldiyinə görə kim sualına cavab verən budan sonra vergül işlənməz. Bundan əlavə o gəldi. Kim gəldi? O. Kim sualına cavab verən o'dan sonra gəldi feili gəldiyinə görə kim sualına cavab verən o'dan sonra vergül işlənməz. Bu danışdı. Danışdı. Aha. Kim? Bu. Kim sualına cavab verən budan sonra danışdı feili gəldiyinə görə budan sonra vergül işlənməz. O da bilir. Bu ki yazmır. O da bilir. Kim? O. Kim sualına cavab verən o'dan sonra da köməkçi hissəsi gəldiyinə görə o'dan sonra vergül olmaz. Bu ki yazmır. Kim bu? Kim sualına cavab verən budan sonra ki köməkçi hissəsi gəldiyinə görə vergül işlənməz budan sonra. Deməli, o bu kimlə sualına cavab versə, həmin kimlə sualına cavab verən o budan sonra əvəzlik, feil, köməkçi hissəsi gəlsə, vergül işlənmir. Eyni zamanda o bu hansı sualına cavab verən o budan sonra da əvəzlik, ümumiyyətlə,
Hansı sualına cavab verin o budan sonra heç vaxt vergül qoyulmaz. Nə gəlir gəlsin də. Yəni o budan sonra nə gəlir gəlsin. Əgər o bu hansı sualına cavab verirsə, o budan sonra heç vaxt vergül qoyulmaz. Amma kimdən sualına cavab verin o budan sonra əvəzlik feil köməkçi hissəsi gəlsə vergül qoyulmaz. Qalan məqamlarda kimdən sualına cavab verin o budan sonra vergül qoyulacaq. Yəni kim nə sualına cavab verən o budan sonra gördünüz ki, İsim gəlir. İsim. Sifət gəlir. Say gəlir. Zərf gəlir. Feili sifət gəlir. Modal söz gəlir. Deməli onda kimlə sonlanacaq? O bundan sonra vergül qoyulacaq. Məsələn, o adamdır. Adamdır isimdir. Kim adamdır o? Kim sualına cavab verən? O'dan sonra adam ismi gəldiyinə görə kim sualına cavab verən? O'dan sonra vergül qoyulacaq. Bu məsələn təhlükəlidir. Təhlükəlidir. Bax, təhlükəlidir necədir? Sifətdir. Nə təhlükəlidir bu? Nə sualına cavab verən budan sonra təhlükəli sifəti gəldiyinə görə budan sonra vergül qoyulacaq. O 5'dir. Nə o? Nə sualına cavab verən o'dan sonra 5 say gəldiyinə görə o'dan sonra vergül qoyulacaq. Bu yuxarıdır. Nə bu? Nə sualına cavab verən budan sonra yuxarı zərfi gəldiyinə görə vergül qoyulur. Sonra o oxuyandır. Kim o? Kim sualına cavab verən o'dan sonra oxuyan feil sifəti gəldiyinə görə o'dan sonra vergül qoyulacaq. Bu əlbəttə bilir. Kim sualına cavab verən budan sonra modal söz gəldiyinə görə vergül işlənir. İndi uşaqlar 8-ci sualı buyurun ona uyğun izah edin, dərsə uyğun tapın. 8. Buyurun. 2 dəqiqədən sonra başlayacağım yoxlamağa.
Uşaqlar, indi başlayayım. İzah edeyim. Diqqətiniz burada olsun. Deməli, hansı əvəzlikdən sonra vergül düzgün qoyulub? O olduqca mehribandır. Kim o? Kim sualına cavab verən o'dan sonra olduqca köməkçi nitq hissəsi gəlib. Köməkçi nitq hissəsi gələndə vergül qoyulmurdu. Burada ancaq o'dan sonra vergül qoyub. Bu yanlışdır. A olmaz. Bu axşam dostlar görüşməli idilər. Nə vaxt? Nə vaxt? Axşam. Hansı axşam? Bu axşam. Bu hansı sualına cavab verib? Hansı? O bu hansı sualına cavab verəndə o budan sonra heç vaxt vergül qoyulmur. Ancaq burada qoyub. Ona görə bu da yanlışdır. B-də olmaz. Bu bizim son görüşümüzdür. Nə bu? Nə sualına cavab verən budan sonra biz əvəzliyi gəldiyinə görə budan sonra vergül olmaz. Bu ancaq qoyub. Ona görə C-də olmaz. C-də doğru deyil. O gəmi sahilə yanılır. Hansı gəmi o? Hansı sualına cavab verin o'dan sonra, budan sonra heç vergül olmaz. D-də doğru deyil. O sağa sola yırğalanaraq mürgü döyüldü. Kim? O. Kim sualına cavab verin o'dan sonra? Sağa sola zərfi gəldiyinə görə kim sualına cavab verin o'dan sonra vergül qoyulmalıdır. Bu da qoyub, ona görə doğru variant E variantıdır. İndi uşaqlar, kimlər düz yazdısa əl işarəsini vursun. 6 nəfər düz yazdı. Biraz da artırmaq lazımdır. Diqqətli olun, növbəti testi deyirəm uşaqlar. 2 dəqiqə vaxt verəcəm. 9-cu sual. Uşaqlar, 20 olan kimi başlayacağım yoxlamağa. Buyurun. Aha, izah edirəm uşaqlar. 20-ci sualı. Kim neçə nəfər yazdısa, bir dənə əl işarəsini vursun, görüm neçə nəfər yazdı. Ay uşaqlar, qrupda 16 nəfər uşaqdır. 6-7 nəfər iştirak eləməsin. 16 nəfərin 16-sı da iştirak eləsin. Hamı iştirak eləsin. Testlərə hamı yazsın uşaqlar. Hansı sırada yalnız qeyri-müəyyən əvəzliklər verilib? Yalnız qeyri-müəyyən əvəzlik verilib. İndi A bəndində bəzi, hərə, hamı. Üçü də qeyri-müəyyən əvəzlikdir. Deməli, A bəndində yalnız qeyri-müəyyən əvəzlik verilib. 9-da A-dır. B-də o, bu, həmin işarə əvəzliyidir. B olmaz. C-də hər, bütün, filan, təyini əvəzlikdir. C-də olmaz. D-də kim, necə, haçan sual əvəzliyidir. D-də olmaz. E-də hərə qeyri-müəyyən əvəzlikdir. Həminlə həmin işarə əvəzliyidir. Bütün də təyin əvəzlikdir. Ona görə E-də olmaz. Bizdən deyir yalnız qeyri-müəyyən əvəzlik, o da A bəndidir. Kimlər düz yazısı əl işarəsini vursun? 7 nəfər düz yazdı. Biraz da artırmaq lazım, diqqətli olmaq lazımdır. 10-cu suala baxırıq. Təsriflənməyən feillərlə bağlı məntiqi ardıcılığı müəyyən edək. Təsriflənməyən feillərlə bağlı məntiqi ardıcılığı müəyyən edək uşaqlar. Şəkilçiləri ilə tapın.
Təsriflənməyən feillərimiz hansıdır? Məstər, feili, sifət, bir də feili bağlama. 2 dəqiqədən sonra başlayacağım yoxlamağa. Nizami Rəmonun sualı. Təsvirlənməyən feillərlə bağlı məntiqi ardıcıllığı müəyyən edək. Sevinmək, maqmaq məstər şəkilçisi olduğuna görə məstər formasındadır feilin. Bildiyim, dığı deyi feili sifət şəkilçisidir. Deməli, feili sifət formasındadır. İndi məstər feili sifətinə qaldı. Feili bağlamanı tapaq. Feili bağlamanı dedim bayaqlar nə ilə tapırdıq? Şəkilçiləri ilə. Qorusun feili bağlama deyil, gözlənməlidir deyil. Mərik feili bağlamada deyil. Eşitmişəm, bu da feili bağlama deyil. Öyünərkən, ara qərək şəkilçisi feili bağlama şəkilçisi. Cavabımız C variantı. İndi uşaqlar, kimlər düz yazdısa əl işarəsini vursun. Aysan, hə. İndi gəldik nəyə? Digər testdə 11-ci sual, yox 11 düşməyəcək. 13-cü sual, uşaqlar. Buyurun, 13-cü sual. İki dəqiqədən sonra başlayacağım yoxlamağa.
13-cü sualı izah edirəm. Biri tərzi hərəkət zərfidir. Biz bilirik ki, tərzi hərəkət zərfi hərəkətin tərzini bildirir, necə, nə cür və nə tərzdə suallarından hər hansı birinə cavab verilir. Aha. Hərdən bir, fikir verin, deyir, o hərdən bir bizə gələrdi. Zamanın bildirir. Nə vaxt? Hərdən bir. Bu zaman zərfidir. A olmaz. Sonra, üzü yuxarı qalxdı. Hara? Haraya. Bu isə haraya sualına cavab verdiyinə görə yer zərfidir. B də olmaz. C bəndi. Dəfələrlə bizə gəlmişdi. Nə qədər? Bu isə miqdar zərfidir. C də olmaz. Sonra başdan, binadan bir də həzin idi. Baxın uşaqlar, həzin səslənirdi. Necə səslənirdi? Artıq həzin səslənirdi. Hərəkətin tərzini bildirir. Necə, nə cür sualına cavab verdi? Cavabımız ona görə oldu E variantı. İndi uşaqlar 13-də düzgün vuranlar əl işarəsini vursun. Görüm kimlər düzgün cavablandırdı. 6 7 Sonra aşağılar 14-cü sual buyurun. 2 dəqiqə vaxt verirəm. Aha. 14-cü sualda izah eləyirəm. Biri frazoloji birləşmə deyil. Biz bilirik ki, frazoloji birləşmələr hər zaman məcazi olmalıdır. Bütövlükdə bir suala cavab verməlidir. Adətən sonuncu sözdə hərəkət olmalıdır. 3 şərti ödədirsə frazolojidir. Deməli, gözü yaşarmaq, gözə gəlmək, gözdən düşmək, gözü götürməmək, gözü almaq. İndi baxın, bunların dedik ki, frazoloji birləşmələr yalnız məcazi mənada olur. Heç vaxt həqiqi mənada ola bilməz. Həqiqi mənalı söz görürsünüzsə, onu frazoloji götürməyin. Məsələn, gözə gəlmək nə deməkdir? Nəzərlənmək, düzdür, nəzər olmaq. Deməli, bu məcazi mənadadır. Gözə necə gəlmək olar? Eyni zamanda bütövlükdə bir suala cavab verir. Gözə gəlmək nə etmək? Və sonun sözdə hərəkətdir. Deməli, gözə gəlmək frazolojidir. B olmaz. Gözü götürməmək, yəni istəməməkdir, o mənadadır. Məcazi mənadadır. Bütövlükdə bir suala cavab verir. Gözü götürməmək nə etmək və sonun söz hərəkətdir. Ona görə D də olmaz. Gözü almaq, yəni belə deyim də, nəzər çıxartmaq o mənada. Bütövlükdə bir suala cavab verir. Məcazi mənadadır və sonun sözdə hərəkətdir. Bu da frazolojidir. Gözdən düşmək.
Bir insan deyir filan kəsin gözündən düşdü. Yəni artıq həmin insanlar qarşı nifrət oyandı. Məcazi mənadadır. Bütövlükdə bir suala cavab verir. Gözdən düşmək nə etmək? Sonuncu söz hərəkətdir. Bu da frazolojidir. Amma gözü yaşarmaq, göz həqiqətən yaş ola bilər də, düzdür? Bu həqiqi mənadadır. Yəni burada həqiqi məna neydir? Söhbət anlayışının özündən gedirsə həqiqidir. Burada söhbət gözün də yaşarmağın da özündən gedir. Həqiqi mənadadır. 14-də cavab A bəndidir. İndi uşaqlar 14-cü sualı kimlər düz vurubsa əl işarəsini vursun? 8 nəfər düz vurub. Sonra 17. Aha. 19-cu sualı. Buyurun uşaqlar, 2 dəqiqə vaxt verirəm. 19-cu sualı işləyin. İndi 19-cu sualı izah edirəm. Hansı bənddəki feillər məlum növdədir? Məlum növün biz 2 şərtini demişdik. Demişdik ki, bir, işi görən məlum olmalıdır. Məlum olmalıdır. İkincisi isə həmin məlum növ feildə ıl, il, ul, ül, ın, in, un, ün, ış, iş, uş, üş, sonra dır, dir, dur, dür, sonra n, ş və t şəkilçiləri olmamalıdır. İndi yazılmaq kimsə tərəfindən yazılır, işi görən məlum deyil. Bu məhsul növdədir. Görünmək kimsə tərəfindən görünür, bu da məhsul növdədir. A olmaz. Sonra C bəndinə baxıram. Qarşılamaq məlum növdədir. Çünki qarşılamaq sözünün tərkibində ıl, ın, ış, dır, t, n, ş şəkilçiləri yoxdur. Sözün kökü qarşıdır. Aydındır. Və bu dediyimiz şəkilçilərin heç birisi yoxdur. Bu qarşılamaq məlum növdədir. Amma toplaşmaq sözündə sözün kökü top, topdan topla, ş leksik şəkilçisi var. Toplaşmaq məlum növdə deyil. Çünki bu şəkilçilərdən biri var. Toplaşmaq birgəlik növdədir. C-də olmaz. Sonra düzdürmək. Dırdır şəkilçisi varsa artıq bu şəkildə. Deməli, məlum növdə deyil. D-də olmaz. Qırılmaq. Il-il şəkilçisi olduğuna görə məlum növdə deyil. Açılmaq. Il-il şəkilçisi olduğuna görə məlum növdə deyil. E-də olmaz. Dillənmək sözü. Dillənmək sözü, dillənmək nə deməkdir? Danışmaq. Sözün kökü dildir. Dil sözündən dillən yarandı. Dillə sözündən dillən yarana bilməz. Çünki arasında əlaqə yoxdur.
Dil sözündən dillən yarandı. Məqdə qrammatik. İndi bu şəkilçilərin heç birisi dillənmək sözündə yoxdur. Vidalaşmaqda sözün kökü vidadır. Laş da bütövlükdə bir leksik. Maqda qrammatik. Vidalaşmaq sözündə də bu şəkilçilərin heç birisi yoxdur. Yəni sözün kökü vidadır. Laş bütövlükdə bir leksikdir. Deməli, cavabımız ona görə B bəndidir. İndi uşaqlar, kimlər düz yazmışdı? Əl işarəsini vursun. Hə, indi başlayalım uşaqlar. Növbətçisini deyirəm. Buyurun, 20-ci sualı yazın. Cümlələrin birində imiş hissəciyi ixtisar forması işlənib. Nə demişdim? Demişdim ki, idi, imiş və isə hissəciyinin şəkilçiləşmiş forması olan d-di, mış-miş və sasə. Sasə hər zaman mamədən dərhal sonra gəlmir. Gəlmir. Bax, bu qaydaya əsasən tapın. Buyurun. 2 dəqiqəyə vaxt verirəm. Bir də bu qaydanı da deyim. Adlara isə yəni sözün kökünə də idi, imiş, isənin şəkilçiləşmiş forması artırıla bilər. Hə. İmişi indi izah eləyim uşaqlar. Deməli, Yusif 2 saatdan çox idi ki, kəndə getmişdi. İndi burada mışmış var. Görək buradakı mışmış imişin qısaldılmışıdır. Bunu bilmək üçün həmin getmişdi sözünə mamə artırıram. Əgər mışmış mamədən dərhal sonra gəlməsə, onda imişin qısaldılmışıdır. Dərhal sonra gəlsə, zaman şəkilçisidir. Getmişdi, getməmişdi. Baxıram, görürəm ki, deməli, mışmış şəkilçisi mamədən dərhal sonra gəldi. Deməli, buradakı mışmış zaman şəkilçisidir. Dedim axı, mamədən dərhal sonra gəlsə zamandır, gəlməsə imişin qısaldırmışı. O hadisə yerinə hamıdan tez çatmışdı, çatmamışdı. Burada da mışmış mamədən dərhal sonra gəldi. Deməli, burada da mışmış zaman şəkilçisidir. Sonra biz də bu dünyaya qonaq gəlmişik, gəlməmişik. Burada da mamədən dərhal sonra gəldiyinə görə mışmış zaman şəkilçisidir. Səhər az qalmış, oyandım, qalmış, qalmamış. Burada da mamədən dərhal sonra gəldiyinə görə zamandır. İndi daha doğrusu bu bəli, fe'li bağlama şəkilçisidir. Yəni əsas imişin qısaldılmışı deyil. Amma burada baxın,
Adları artırılanda dedim, adları artırılanda elə sözün kökünə də artırıla bilir. Var, yox sözləri adlardır, yəni feil deyil. Və ora artırılanmışmış, imişin qısaldılmışdır. Əslində belə olmalıdır. Biri var imiş, biri yox imiş. Cavabımız ona görə C bəndi oldu. İndi kimlər düzdür? Düz yazıb əl işarəsini vursun. Aha. Başda növbət testi deyirəm. Buyurun uşaqlar, 21-ci sual. İki dəqiqədən sonra başlayacağım yoxlamağa. Uşaqlar, leksik qrammatik tapanda nə vardı? Mamədən və larlər şəkil artırmaqla tapırdıq. Onu əsasən tapın. Aha, 21-ci sualı izah edirəm. Kök və leksik şəkilçiyə ayrılma baxımından, kök və leksik şəkilçilərdən ibarət olan söz hansıdır? Kök və leksik şəkilçilərdən ibarət olan söz hansıdır? Meydançada, harada isimdir. İsimlərdə leksik qrammatik tapmaq üçün larları artırıram. Meydançalarda. Sözün kökü meydan. Larlərdən əvvəl gələnlər nə demişdik? Larlərdən əvvəl gələn şəkilçilər demişdik, hər zaman leksikdir. Sonra gələn qrammatik. Larlərdən əvvəl ça gəldiyinə görə ça leksikdir. Larlərdən sonra da gəldiyinə görə da da qrammatikdir. Bağların hazır larlər var. Sözün kökü bağ, lar qrammatik, ın qrammatik. Eşitdiklərim, nə etdiklərim? Feildir də. Feillərdə leksik qrammatik tapmaq üçün ağarırıq. Mamə artırıq. Eşitmədiklərim. Sözün kökü eşitdir. Mamədən sonra dik gəldi. Dik qrammatikdir, lər qrammatikdir, im qrammatikdir. Misgərlik. Misgərlik nə? Larlar artırıram. Misgərliklər. Sözün kökü misdir. Larlərdən əvvəl gər gəldi. Bir leksik. Lik gəldi. İki leksik. Tələbəmizdir. Tələbəmizdir. İsimdir. İsimlərdə leksik qrammatik necə tapıram? Larlar artırıram. Tələbələrimizdir. Sözün kökü tələbə. Larlərdən sonra imiz gəldi. Bir qrammatik. Dir gəldi. İki qrammatik. Kök və leksik şəkilçilərdən ibarət. Yəni bir dənə kök olacaq.
Leksik şəkilçinin sayı isə 2-dən artıq olacaq. Yəni 2 və artıq olacaq. Yəni 2 də ola bilər, 2-dən artıq da ola bilər. Təbii ki, o cavabımız D variantı olacaq. Sözün kökü misli, 2 dənə də leksik şəkilçi. Sonra kimlər indi onu düz vurmuş dəli işarəsini vursun? 3 nəfər. Aha. Deməli uşaqlar, növbəti testimizi deyirəm. Bunları yox hələ. Hə, 25-ci sualı işləyin uşaqlar, 25. Sonuncu sualımızdır. Hə, 25-ci sualı izah edirəm. Bu toplu isim insana aid deyil. Biz bilirik ki, toplu isimlər ya insanların çoxluğunu bildirir, ya da heyvanların. Ordu əskərlərin çoxluğudur, yəni insanların çoxluğu. Xalq da insanların çoxluğudur. Kütlə də toplu isim kimi çıxış etdikdə insanların çoxluğu nəzərdə tutulur. Qoşun da toplu isim kimi çıxış edir və insanların çoxluğunu nəzərdə tutulur. Amma ilxı toplu isim olsa da insanların çoxluğunu bildirmir, atların çoxluğunu bildirir, yəni heyvanların. Cavabımız A bəndi. Kimlər düz vurdu səhər işarəsini vursun? Aha. 6, 7. 7 nəfər. Əl işarəsini vursun. Hə.